Salam mənim əziz qardaşlarım, aslanlarım, şillərim. Çox insan zəng vurur, canlı yayımda deyir, ay bala, məndə baş gicəllənmə var, baş ağrıları var, başıma yaxşı qan işləmir, beynim qidalanmır. Yəni başa qan yaxşı işləmirsə, bunun çox sadə bir üsulu var. Valla nə olub ki? Deyir, ayağa qalxıram, başım gicəllənir, gözüm qaralır. Bu beynə qan yaxşı işləməyəndə bu problem yaranır. Bunun sadə üsulla qaydasına qalmağın bir nömrəli qaydası. Bax, başı sarıram sizi. Adi marlı götürün, isti əskiyə batırın onu, biraz soyudun ki də boynunuzu yandırmasın. Həmən o boynun nahiyəsinə marlını salırsan, harca 2 dəqiqə qalır, silirsən, ondan sonra zeytun yağı, əlində zeytun yağı ilə boyun damarlarını masaj elə. Gör beynivə qan necə işləyir. Hələ biləcəksən ki, qidropol qoymusan. Yəni həqiqi surətdə budur. Ondan sonra da əlavə boyun damarlarında yığılma var. Ona görə sənin beynivə qan yaxşı işləmir. Ola bilər qan dövranın zəifdir. Ona görə nə edirsiniz? Ay qardaşlar, mən bunu 1000 dəfə deyirəm, amma gedib gic-gic şeylərlə qidalanırsınız. 3 dənə, 2 dənə pomidorun qabığını soy, at blenderin içinə. Yarım çay qaşığı ucunda duz ata bilərsən. Duz vacib deyil, tamına görə deyirəm. Bir armudun stəkan su, bir də ki 2 diş sarımsaq, ez qarışdır, blenderda nə sok alındı, süz stəkana iç. Yeməkdən 1 saat sonra qan dövranını gücləndirir. Amma badyamgülü, melis yarpağı dəmləyib içməlisin. Çünki boyun damarlarının yığılmasının birinci səbəbi əsəbdir. Ləmbiyə qurtu olanda da boyun damarında yığılma yaranır. Bir də güclü əsəb keçirdən nevroz, borcu çox olan, narahat yaşayan insanlarda boyun ağrısı, o deməkdir ki, damarlarda yığılma var. Qan ürəyi istədiyi kimi hərəkət eləyə bilmir. Yəni dövr eləyə bilmir. Onun çarəsi bax budur. Allah hamımızı var eləsin, can sağlığı versin. Xahiş edirəm, bir dənə video ürək qoyun da. Nə oldu ki? Bununla deyil ki. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 kilo məhv eləyən məcumumuz da var. Bax, may balı gəlib. Kimisi gəlib parsın, az qalıb qutarır. Övladı olmayan, faizi aşağı olan, cinsi zəifliyinə əziyyət çəkənlər varsa, bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın bir nömrəli dərmanıdır. Xanımlarda da yumurtalıq zəifliyini aradan qaldırır və 70 yaşında kişi ilə cinsi zəiflik problemini həll edir. Nömrəm 055 939 54 77. Bax, may balının rənginə baxın.